Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün aladi, bir də dovğa bişirdim. Həm iftar süfrəsində yemək olur, aladini səhər sahurda da yemək olur. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə dovğanı hazırladım. Qazana yumurta, un, bir də yuyulmuş düyünü, girdə düyünü əlavə elədim. Biraz da su. Bunları yaxşı-yaxşı qatışdırdım. Sonra qatığı əlavə elədim. Qatıq yarım balondan azdır, hardasa 1 litr olar. Bəlkə biraz çox. Qatığı əlavə eləyib yaxşı-yaxşı qatışdırdım ki, qatığın düyünləri qalmasın. Bir stəkanda xama əlavə elədim. Yaxşı-yaxşı qatışdırdım, su da əlavə elədim. Ərzaqların miqdarı videonun alt bölməsində yazılacaq inşallah. Bunları yaxşı-yaxşı qatışdırdım və qoydum qaynamaya. Əlimi dayandırmadan qatışdırıram. Yəni qata-qata bişirirəm. Dovğa qaynadı. İndi isə göyərçini əlavə edirəm. Yoxlayıram əvvəlcə düyüsü bişibsə, göyərçini əlavə edirəm. Əvvəlcə yaşıl sərımsaq doğramışdım, əlavə elədim. Ardıca da göyərtiləri. Şumu, keşnişi, dağ keşnişi, bir dəstə də soğan var idi arasında. Nanə olmadığı üçün təzə nanə yox idi, yəni göyərtilərin arasında. Ona görə mən quru nanə əlavə eləyəcəm. Axşamdan isladıb, səhər qaynatdığım noxudları da əlavə elədim. İndi də biraz quru nanə. Nanəni lap çox əlavə eləməyin, quru nanəni, çünki acılıq verə bilər. Dovğamız hazırdır. Duzunu isə soğuyandan sonra vuracağım. İndi keçirəm aladini hazırlamaya. Qaba yumurta, pesok, duz əlavə eləyib qatışdırdım. Ondan sonra 2 stəkan qatıq əlavə elədim. Qatıq stəkanda artıq biraz qatışdırmışdım. Bir də 1 silə çay qaşığı çayını soda əlavə eləyib qatışdırdım yaxşı-yaxşı. İndi isə ununu əlavə edirəm. Bura 8 qaşıq un getdi. Ola bilər yumurtanın böyük kiçiliyinə asılı olaraq, ola bilər 9 qaşıq getsin. Xörək qaşığı, dolu xörək qaşığı. Qatışdırıram, amma çox qatmaq olmaz. Çünki çox qatışdıranda su salır. Yəni sulanır bu alınan məhlul. Deməli, biraz qatışdırırıq. İçində düzdür, düyünlər var, amma narahat olmayın. Bir 5-10 dəqiqə qalır. Onlar təmiz açılır, çünki tərkibində çayını soda var. Hazırdır xəmir. Tavanı dağ isti eləyirəm. Duru yağ əlavə elədim. Yəni isti yağa bu aladiləri qaşıq-qaşıq qoymaq lazımdır bişirməyə. Bu cürünə düzdüm. Qazın xodu orta olmalıdır. Nə çox xod olmalıdır, yanar. Az da olsa yaxşı köpməz. Bir üzü qızardı, çevirdim o bir üzünə. Qapağını da qoyuram. Arada ki, yaxşı içi də bişsin. Alt üzü də qızardı. Bir də ki, əlimlə yoxlayıram. Aladilərin qıraqlarına əlimi vururam. Əgər xəmir döyürsə, əlimə yapışmırsa, deməli içi də bişib. Görsünüz, qıraqları elə bir ki, yapışmır ələ. Yəni xəmir döyür. İkinci partiyanı da düzdüm, bişirdim. Çevirdim, o biri üzündə qızartdım. Yoxladım qıraqlarından, baxdım bişib. Aladilərimiz hazırdır. Əziz izləyicilərim,
Ümid edirəm xoşunuza gələr. Siz də hazırlayın. Dovğa soyuyub, ona görə biraz qatılaşıb. Əgər duru eləmək istəyirsinizsə, dovğaya su yox, süd əlavə eləyin. Və yaxud da əgər dovğa turş məzə alınıbsa, onda da süd əlavə eləyəndə turşluğu gedir dovğanın. Bu da aladilər. Siz də bişirin, nüş eləyin. Allah oruz namazlarınızı qəbul eləsin. Allah hamının evinə bol ruzu bərəkət versin inşallah. Əziz izləyicilərim, dəstəyinizi gözləyirəm. Abunə olun, şərh yazın, like atın. Sağ olun, sağlıqla qalın.